Salam uşaqlar. Salam müəllimə. Biz bugün sizinlə növbəti dərsin kənar məşqələrimizdə mürəkkəb cümlə haqqında danışarıq. Mürəkkəb cümlə haqqında bildiklərimizi və bilmədiklərimizi burada nəyək? Öyrənək, dərinləşdirək. Deməli, mürəkkəb cümlə nədir uşaqlar? Ümumiyyətlə cümlə nədir? Cümlə bitmiş bir fikri ifadə edən, sözlərin birləşməsindən yaranan bir anlayışdır, düzdür? İndi uşaqlar, bu cümlələr bitmiş bir fikri dedim ha. Elə cümlələr olur orada, bir neçə bitmiş fikir ola bilir. Bax, buna deyirlər mürəkkəb cümlə. Yəni, sadə cümlədə nə olurdu? Qrammatik əsas olurdu, düzdür? Qrammatik əsas nə idi? Mübtədə xəbər idi. Aydın oldu mu uşaqlar? Yəni, mürəkkəb cümlənin tərkibində bir neçə sadə cümlələr birləşə bilərlər. Aydın oldu? Həmin bu cümlə tiplərini də biz deyirik mürəkkəb cümlələr. Aydın oldu? Bəli. Yəni, bir neçə cümlənin birləşib bir anlayışda birləşməsi mürəkkəb cümlə adlanır. Elədir? Mürəkkəb cümlələr bölünür iki yerə. Tabeli mürəkkəb cümlələr, tabisiz mürəkkəb cümlələr. Biz bunları necə ayırd edə bilirik? Və yaxud siz bundan əvvəl həmcins xəbərli cümlələr keçmişdiniz. Aydındır, yağış yağdı, hər tərəfi islatdı. Baxın bu cümləyə, yağış yağdı, hər tərəfi islatdı. Burada yağanda yağışdır, hər tərəfi isladan da yağışdır. Deməli, bu nədir? Həmcins xəbərli cümlədir, aydındır. Amma yağış yağdı, hər tərəf islandı. Sizcə bu mürəkkəb cümlə sayılar uşaqlar? Baxın, yağış yağdı, hər tərəf islandı. Mən hansı cümləni bir intonasiya ilə dedim? Yağış yağdı, hər tərəfi islatdı, yağış yağdı, hər tərəf islandı. Hansı cümlənin intonasiyası? Birinci cümlə, ikinci cümlə. İkinci cümləni bəli, bir qədər dayandı. Aydın olur. İndi birinci cümlədə xəbərlər sadalandı. İkinci cümlədə isə fikirlər sadalandı. Yəni, yağış yağdı bir cümlədir, hər tərəf islandı, bir müstəqil cümlədir. İki və daha artıq belə müstəqil cümlələrin birləşməsi necə cümlə adlanır? Mürəkkəb cümlə adlanır. Və burada sadalanma var. Bax, əsas şərt budur. Mürəkkəb cümlənin tabeli və yaxud tabesiz olduğunu bilmək üçün nə edirik, nəyə fikir veririk? Sadalama intonasiyası bizim köməyimizə gəlir. Baxın, mən sizə iki cümlə deyirəm. Anladım ki, zəfər əldə edə bilərəm. Aydın oldu. Bir de yazıyorum külək əsdi. Külək əsdi. Yarpaqlar Uşaqlar, bu iki cümləni müqayisə edək. Baxın, görək, hər iki cümlədə intonasiya özünü göstərir. Birinci cümlədə fikir verin. Anladım ki, görün burada fikir tamamlanır. Yox, xeyr. Anladım ki, yəni bu mənim baş cümləmdir, fikrimdir, əsas fikrimdir, düzdür. Anladım ki, zəfər əldə edə bilərəm. İndi baxın, fikir verin, sual buradan çıxır mı uşaqlar? Anladım ki, nəyi? Amma külək əsdidə söz bitir. Orada bitir, fikir bitir. Baxın, anladım ki, zəfər əldə edə bilərəm. Zəfəri əldə edə bildiyimi anladım. Nəyi? Baxın, sual doğuran cümlə bizim hansı cümləmiz oldu? Bizim baş cümləmiz oldu. Və digər cümlə isə budaq cümləmiz oldu. Və baş cümlə, budaq cümləmizə nə oldu? Üzr istəyirəm. Budaq cümlə baş cümləmizə nə oldu? Tabi. Tabi oldu, aydındır. Keçelim ikinci cümləyə. İkinci cümlədə Nəzmin düzgün dedi, vurguladı. Külək əsdi bir fikir dayanır orada və iki fikir bir-birinin ardıcan sanki sadalanır. Külək əsdi, yarpaqlar yerə səpələndi, vergi qoyub digərini də əlavə edə bilərək, düzdürmü? Digər fikirləri də əlavə edə bilərik. Baxın, bu cümlə adlanır, necə cümlə? Mürəkkəb cümlə. Bu cümlə də mürəkkəb cümlədir. Bunları mürəkkəb edən nədir? Hər iki cümlənin tərkibində cümlələr, ayrı-ayrı cümlələr var, aydındır. Amma bunların fərqi nədir?
tamamlanır. İkinci cümlə, birinci cümlədəki fikri neyini? Tamamlayır. Tamamlayır. Aydındır. Amma ikinci cümlədə İkinci cümlədə fikir fikirlər bitir. bir-birini dağılacaq, tabesizlik əlaqəsilə sadalama yolu ilə bağlanır. Deməli, bu olur tabesiz. Burada hər iki cümlə baş cümlədir. Və bunlar arasında o işarəsinin istiqaməti necə olur uşaqlar? Bərabər olur. Yəni bu cümləyə sadalama intonasiyası ilə bağlanır. Belə cümləmiz oldu tabesiz. Siz. Yuxarıdakı cümlə oldu. Tabeli. Tabeli. Digər tərəfdən necə bilirik? Həsən, bu cümlələrin hansında biz tabeli bağlayıcını gördük? Yukarıda. Birinci cümlədə hansı tabeli bağlayıcımız var? Bağlayıcını göstərin görən. Ki bağlayıcısı? Tabeli bağlayıcıdır, elədir, aydınlaşdırma bağlayıcıdır. Yəni, birinci cümlədə tabeli cümlə olma səbəbi həm də tabeli bağlayıcı ilə bağlanmasını da vurğulaya bilərsiniz, düzdür? Amma ikinci cümlə bir-birinə intonasiya ilə bağlanır, yəni durğu işarəsi ilə bağlanır, düzdür? Burada kiyə görə də həm də vergül qoyulur. 2-dən sonra bilirsiniz. İndi burada biz vergülü silib və bağlayıcısını qoya bilərik. Və bağlayıcı necə bağlayıcıdır uşaqlar? Tabesiz bağlayıcıdır, birləşdirmədir, bəli, tabesiz bağlayıcıdır. Deməli, tabesiz cümlələr, tabesiz mürəkkəb cümlələr, tabesiz bağlayıcılarla bağlanır. Tabeli cümlələr isə Tabeli bağlanır. tabeli bağlayıcılarla nə edə bilir? Bağlaya Bağlanır. bilir. Aydın oldu mu? Və bir məsələ də var ki, məsələn, ancaq bağlayıcısına fikir verək. Hərçənd Tabeli. biz hərçənd tabeli bağlayıcıdır, düzdür? Hərçənd biz dərsə hazır idik, amma cavab vermədik. Amma hər Amma baxın, tabeli bağlayıcıdır, tabelsizdir axı. Bəli, Tabelsiz bağlayıcıdır, nəyin tərkibində işlənə bildi? Tabeli mürəkkəb cümlənin tərkibində iştirak edə bildi. Keçək başqa izahlara.